Salam, öz balaca dünyama xoş gəlmisən. Ümid eləyirəm yaxşısan. Mən biraz həyəcanlıyam. Mənimlə bu podkast vasitəsilə tanış olursansa, adım Leyladır. Sənə özüm haqqında biraz danışacaq olsam, Azərbaycanın kiçik bir kəndində doğulub böyümüşəm və bakalavr təhsilimi Bakıda tamamladıqdan sonra 2020-ci ildə magistr təhsili almaq üçün Almaniyanın Frankfurt şəhərinə köçmüşəm. Artıq 5 ildən uzun bir müddətdir ki, Frankfurtda yaşayıram və hal-hazırda burada maliyyə sahəsində işləyirəm. Təbii ki, 27 illik ömrümü, kim olduğumu, hardan gəlib hara getdiyimi sənə bir neçə cümlə ilə ümumiləşdirib danışmaq mənim üçün biraz çətindir. Amma zaman keçdikcə daha yaxından tanış olacağımızı düşünürəm. Bu podkastımın öz balaca dünyamın ilk epizodudur və ilk epizod olduğu üçün sənə biraz bu podkastın məqsədindən, mənim üçün nə anlama gəldiyindən və biraz da başlanğıclardan, ilk addımı atıb hərəkətə keçməkdən danışmaq istəyirəm. Səhv eləmirəmsə, keçən ilin dekabr ayı idi. YouTube-da qarşıma türk bir psixoloqun bir videosu çıxdı və videonun başlığı belə idi. İlk pankeklər hep kötü olur. Yəni, Azərbaycan dilində desək, ilk pankeklər həmişə pis olar. Bilmirəm, daha əvvəl pankek hazırlamısanmı, ya da ümumiyyətlə pankek yeməyi xoşlayırsanmı? Mən öz təcrübəmdən bunu təsdiqləyə bilərəm ki, bişirdiyim ilk pankeklər adətən o qədər də yaxşı alınmayıb. Yadımdadır ki, ən son bir dostumla pankek hazırlayırdıq və hazırladığımız ilk pankek ümumiyyətlə bişmədi, çiğ qaldı. Dostum dedi ki, Leyla, bəlkə tavanın istiliyini artıraq. Mən də ona dedim ki, yox, baxdığım reseptdə yazılıb ki, tavanın istiliyi aşağı dərəcədə olmalıdır. Mən düşünürdüm ki, yəqin xəmirdə nəsə problem var, ya südünü çox tökmüşəm, ya un az olub, yaxud başqa bir problem. Ona görə pankek bişmir. Sonra dostum təkrar dedi ki, Leyla, axı bişmir bu pankek, gəl istiliyini artıraq. Axırda onun məsləhətini dinləməyə qərar verdim və biz tavanın istiliyini artırdıq. Ondan sonra pankeklər həqiqətən də bişməyə başladı. İlk bir neçə pankek o qədər də yaxşı alınmadı, amma ondan sonraki pankeklər artıq çox dadlı alındı və bizə məlum oldu ki, problem həqiqətən də tavanın yetərincə isti olmamasındaymış. İzlədiyim bu videoda deyirdi ki, növbəti pankeklərin yaxşı alınmasının səbəbi bizim ilk pankeki hazırlama cəsarətini göstərə bilməyimizdir və ümumiyyətlə yaxşı bir pankek yeməyin yolu ilk pankekin pis alınması riskini gözə almaqdan və buna qarşı bir dözümlülük göstərməkdən keçir. Biz həyatda yeni bir şeyə başlayanda bu yeni bir hobi ola bilər, yeni bir karyera yolu, yaxud gündəlik həyatımıza tətbiq eləməyə çalışdığımız hər hansı bir vərdiş ola bilər. Bütün bunları etməyə başlayarkən, yaxud etməyə qərar verdikdə biz əslində İlk addımlarımızın, ilk cəhdlərimizin, yaxud ortaya çıxartdığımız ilk məhsulun arzuladığımız, istədiyimiz qədər yaxşı olmayacağı riskini gözə ala bilməliyik. Mənim bu pankek metaforu çox xoşuma gəldi və bu epizod da əslində biraz həmin o ilk pankekə bənzəyir. Podkast yaratmaq fikri uzun müddətdir, hətta deyərdim ki, bir neçə ildir ağlımda var. Yəqin ki, mən bu ötən illər ərzində öz içimdə bir yol keçmişəm, yaxud bir yoldan keçmişəm və hazırda həyatda gəldiyim nöqtədə artıq həmin riski gözə almağa özümü hazır hiss eləyirəm. Təbii ki, bu 100% hazır olmaq demək deyil. Ümumiyyətlə, nə vaxtsa 100% hazır olmaq mümkündürmü, onu da bilmirəm. Mənim də içimdə bəzi get-gəllər oldu. Amma sevinirəm ki, sonda içimdəki mübarizədə risk almağı gözə alan tərəf qalib gəldi və nəticədə sən hal-hazırda bu epizodu dinləyirsən. Bu podkastın mənim üçün 2 əsas məqsədi var. Birincisi, mən Leylaya öz fikirlərini, yaşadığı təcrübələri, üzərində düşündüyüm mövzuları, yaxud sualları ifadə eləyə biləcəyi bir space, bir yer vermək istəyirəm.
Hiss eləyirəm ki, içimdə nəsə yaratmaq və bunu başqaları ilə paylaşmaq istəyən bir tərəf var və bu podkast mənim üçün həm də o ehtiyacı bəsləmək anlamına gəlir. Bunu əslində həm də ruhu qidalandırmaq kimi də düşünə bilərik. İkinci məqsədə gəldikdə isə mənim üçün insanların müxtəlif yollarla, müxtəlif şəkillərdə bir-birinin həyatına toxuna bilməsi çox dəyərlidir. Bu məni bəzən heyrətləndirir, bəzən duyğulandırır, bəzən də çox minnətdar hiss elətdirir. Heyrətləndirən tərəfi həm də odur ki, biz əslində çox vaxt heç fərqində olmadan və həm də belə bir niyyətimiz olmadan bir-birimizə təsir eləyirik. Məsələn, bəlkə sizin atdığınız cəsur bir addım sizi tanıyan başqa bir insana da oxşar bir addım atmaq üçün ilham verir. Bəlkə dostunuzla elədiyiniz bir söhbət onun hansısa mövzuda baxış bucağının dəyişməsinə səbəb olur. Yaxud illər əvvəl yazılmış bir mahnı sizə bugün çətin anlarda güc verir. Məncə bütün bu interaksiyonlar, bu qarşılıqlı təsirlər çox anlamlıdır və əgər bu podkastı dinləyənlərdən kimsə burada özündən nəsə tapsa, bu da mənim üçün çox dəyərli olar. Bir dostum bir dəfə mənə demişdi ki, Leyla, sən elə bilirsən ki, bu düşüncələr təkcə sənin ağlından keçir, ya da bu problemləri dünyada yaşayan tək insan sənsən. Və bu da sənin özünü daha tək və nəticədə daha pis hiss eləməyinə səbəb olur. Düşünürəm ki, bəlkə biz bu podkastda səninlə eyni fikirlərdə, yaxud eyni suallarda, eyni çətinliklərdə bir-birimizi tapacağıq və sən əslində bunlarla o qədər də tək olmadığının fərqinə varacaqsan. İlk epizod üçün demək istədiklərim bu qədər. Bura qədər dinlədiyin üçün sənə çox təşəkkür eləyirəm. Sən bu aralar həyatında hansı məsələlərdə artıq hərəkətə keçməyin vaxtı gəlib çatdığını düşünürsən? Bəlkə də bu epizod sənin üçün kiçik bir işarə olar, ya da ingilis dilində desək, gentle reminder olar. Bu podkastı ətrafında bəyənə biləcəyini düşündüyün insanlarla paylaşsan, çox şad olaram. Son olaraq, çöldəki baharı qəlbində də hiss eləməyini diləyirəm sənə. Özünə yaxşı baxmağa çalış. Görüşənədək.